Mənə ən çox verilən suallar odur ki, qardaş, səni arı sancmır mı? Mənə arı sancmamağın əsas səbəbi odur ki, biz əsas damazlıq arı ailəsi ilə işləyirik. Yəni sakit sort arılarla işləyirik. Almaniyadan gətizdirdiyimiz və digər ölkələrdən, Danimarkadan, Ukraynadan, başqa ölkələrdən gətizdirdiyimiz sakit cins sort arılarla işləyirik. Baxın, bu da bunun sübutudur. Heç bir tüstü zad vermədən belə necə gəldi yeşiyi açacaq, arının sakitliyini özünüz görəcəksiniz. Baxın, heç baxmıram yeşik tərəfə. Görürsünüzmü? Mən sizə baxıram. Bax, arının sakitliyinə baxın. İndi də mən sizə göstərəcəm bizim yerli cır arılarımız var. Bir çox arıcılar mübahisə edir ki, yerli arı ən üstündür, amma heç bir üstünün cəhətini göstərə bilmirlər. Sakitliyi yerində, xaricdən gətirdiyimiz arıların sakitliyi yerində, məhsuldarlığı yeri yerində, xəstəliklərə qarşı davamlılığı yeri yerində. Ümumiyyətlə hər bir cəhətdən plusu var. Misal üçün yerli arıdan biz 7-8 kilo bal götürəndə xaricdən gətirdiyimiz arıdan 15-20 kiloqrama yaxın təxminən bal götürə bilirik. Yəni məhsulu 2 qat götürə biliriksə, sakitliyi də yeri yerindədirsə, mənim nə marağım olmalıdır ki, yerli arılarla işləyim. İndi isə yerli arıya yaxınlaşmışam. Yerli arı çox təhlükəli bir arıdır. Bunların plusu odur ki, arı pətəyini maksimum qoruya bilirlər. Yəni bizim Qafqaz milləti kimi ancaq dava-dalaş axtarırlar, başqa heç bir şey. Ehtiyatla açaq, baxaq görək. Yəni, amma bu arıya mən o riski edə bilmirəm ki, sizin üzünüzə baxa-baxa yeşiyi aça bilmirəm. Buna çox diqqət etmək lazımdır. Çox vəhşi bir arıdır. Artıq birinci arını görürəm, arxa hissəsini qaldırıb iynəni çıxardıb çörək. Bu arını Almaniyadan gətizdirdiyim arı kimi birbaşa bu cür kobudcasına aça bilmirəm. Çünki bilirəm ki, üstümə cumub bütün üz nahiyəmi pis günə qoyacaqlar. Bunu ehmalca açmağa çalışır. Bak görürsünüz. Bakın. Bunların hərəkətinə fikir verin. Bak bu axtarır. Bu problem axtarır. Bak görürsünüz, bu problem axtarandır. Hələ biz çərçivəni çıxartmağa hazırlaşmamışıq. Bak görürsünüz, artıq hərrənirlər, furanırlar. Bilmirəm görə bilirsiniz, artıq başladılar. Bakın, baş hissəsi, çənə hissəsi. Görürsünüz. Bak uca sancmaya başladılar. Ona göre dərhal bağlamak lazımdır. Arı pətəyini. Bak görürsünüz, ağzıma girirlər bütün. Baş hissəsindən, çənə hissəsindən. Demək olar ki, çox vəhşi bir arıdır. Ya böyük küçük ya sahibini tanımayan. Belə nə tər deyim sizə? Ümumiyyətlə bir sözlə belə deyim ki, yerli sort arılarımızdan heç bir xeyir biz düzəməli götürə bilmirik. Təəssüf ki, həqiqətən yəni biz ümumiyyətlə yerli sort yandırdı başım. Yerli sort arılarla demək olar ki işləmirik. Bu da qaçıb gedən, oradan buradan gələn